Ağıllı uşaq və dərzi şagirdi Əhməd nağılındakı eyni adlı obrazlar haqqında ortaq fikirlər. Xilaskarlıq etməyə müvəffəq olur. Bu doğru fikirdir. Çünki ağıllı uşaqda Əhməd kəndini xilas edir. Dərzi şagirdi Əhməddən. Əhməd Firəng padşahının suallarına cavab verir və orada yenə də bir xilaskarlıq edir. Kömək üçün ona müraciət edilir. Bu yanlışdır. Çünki kömək üçün ağıllı uşaqda Əhmədə müraciət edilmir. Dərzi şagirdi Əhməddə müraciət edilir. Ağıllı, tədbirli və cəsarətlidir. Doğrudur. Nağıl qəhrəmanı olsa ideallaşdırılır. Ağıllı təqdim edilir. Sual cavablandırmaq üçün kömək alır. Bu ağıllı uşaqdakı Əhmədə aiddir. Dərzi şagirdində yox. Təsvir olunan hadisələrin mərkəzində durur. Doğrudur. Burada təbii ki, eyni adlı obraz, yəni Əhməd, hadisələr mərkəzində dayanır. Çünki baş obrazdır. Cavab 1, 3 və 5'dir.